Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecmain. Eşhedü en la ilahe illallah vahdehu la şerike leh. Ve eşhedü enne Muhammeden abduhu ve resuluh. Rabbi şrahli sadri ve yessirli emri ve hlul uqdeten min lisani yefkahu qavli amma ba'd. Aziz kardeşler, bizim götürdüğümüz kitap Şemail-i Muhammediyye'dir. Muhammed sallallahu aleyhi ve sellemin xislətləri. Yəni, Peyğəmbərimiz Muhammed sallallahu aleyhi ve sellemin xislətlərini biz götürdük. Nə üçün? İtaətimiz artsın. Ona olan bağlılığımız, sevgimiz çoxalsın, artsın. Çünki biz Peyğəmbərimiz sallallahu aleyhi ve sellem əziz qardaşlar, özümüzdən, ailəmizdən, övladlarımızdan, valideynlərimizdən daha çox sevirik. Və sevməliyik də. Çünki o, bizə Allahın izni ilə səbəb olur ki, bizə hidayət yolunu göstərməyə gəlir. Zülmətdən nura çıxartmağa üçün gəlibdir. Belə insanı hansı bir insan sevməz ki? Öz canından belə. Yəni, sənin o canının qurtarılmasına, cəhənnəmdən, zülmətdən çıxmasına səbəb Muhammed sallallahu aleyhi ve sellemdir. Ona görə insan onu sevməlidir. Öz canından belə çox sevməlidir. Və əziz qardaşlar, biz öyrəndiyimiz elə hansı ki vacib olan elmlərdəndir, həqiqi elmdir. Hansı ki elmin mənası, tərifi odur ki, Allahı öyrənib tanımaq, sonra Muhammed sallallahu aleyhi ve sellem'i öyrənib tanımaq, sonra isə İslam dinini, dəlilləri ilə öyrənməkdir. Vacib olan elm budur. İnsanı dünya və axirətdə xoşbəxt eləyən budur. İnsan Allahı öyrənməlidir. Muhammed sallallahu aleyhi ve sellem'i öyrənməlidir. Onun barəsində cahil qalmamalıdır. Cahil qalsa kim? Muhammed sallallahu aleyhi ve sellem barəsində cahil qalsa, onun itayəti zəif olar. İbadətində zəif olar. Ona bağlılığı zəif olar. Və onun buyruqlarından, əmr və qadağalarından nəsə gələrsə, ola bilsin bəzən qəlbində nəsə ona qarşı, onun əmr və yaxud da hansısa qadağasına qarşı sıxıntı olar. Amma tam bağlılıqda, elmli şəxsdə belə bir şey baş verməz, öyrənən şəxsdə. Və şəhadət kəlməsinin ikinci hissəsi ki var, bizdən bunu tələb edir. La ilahe illallah kəlməsindən sonra Muhammedən abduhu və rasulü kəlməsi var. Yəni, hər bir müsəlman hər gün bunu bir neçə dəfə təkrarlayır. Namazında, azanında, iqaməsində bunu təkrarlayır. Və bizdən bu kəlmənin tələbi odur ki, biz kəlməni deyiriksə, ona itaət eləməliyik. Onun gətirdiklərinə boyun əyməliyik. Qeyri-şərtsiz. Əziz qardaşlar, bu günləri götürdüyümüz kitab İmam-ı Tirmizi rahiməhullahın yazdığı çox gözəl bir kitabdır. Peyğəmbərin xislətləri kitabı. Öz mövzusunda yazılan ən gözəl kitabdır. Yəni ki, burada olan hədislər Peyğəmbər sallallahu aleyhi ve sellemin sırf özünlə əlaqədardır. Sırf özünlə əlaqədar olan hədislərdir. Bugünkü mövzuda müəllif 9-cu fəsildə deyir ki, Bəbu mə cə fi işi Rasulillahi sallallahu aleyhi ve sellem. Allah Resulü sallallahu aleyhi ve sellemin dolanışığı və yaxud da yaşayışı barədə varid olanlar. Yəni, bu barədə dinimizdə nə varid olubdur? Peyğəmbər sallallahu aleyhi ve sellemin yaşayışı və yaxud da dolanışı barədə nə gəlmişdir, əziz qardaşlar? Yəni, burada dolanışıq deyildikdə gündəlik yemək nəzərdə tutulur. Bu xüsusda Peyğəmbərimiz sallallahu aleyhi ve sellem dua edib demişdir ki, Allah Muhammedin ailəsinə gündəlik yemək nəsib et demişdir. Digər hədisdə Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, kim qəlbi arxanlıq içində, canı sağlam, yanında da həmin günün yeməyi olduğu halda səhərə çıxmışsa, sanki ona bütün dünya bəxş edilmişdir. Əziz qardaşlar, bir şəxsə ki, sabahladığı vaxtı, hədisin başqa bir ləfsi də var, əmin-amançılıq ləfsi ki, həmin hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem deyir, əmin-amançılığı, sağlamlığı, afiyət və həmən o günün yeməyi varsa da, gün ərzində yeməyi varsa, sanki bütün dünya ona verilmişdir. Əlbəttə elədir, əziz qardaşlar. Yəni, əmin-amançılıq çox böyük nimətdir. Allah təala bizim əmin-amançılığımızı daim eləsin. Əmin-amançılıq çox böyük nimətdir. Əmin-amançılıq varsa da, əziz qardaşlar, demək olar ki, hər şey var. Əmin-amançılıq olmayandan sonra o qədər pulun olsun, o qədər məscidlər olsun və o qədər sağlam ol ki, insan, Allah qorusun, çıxıb məscidə gedə bilmirsə, o sağlamlığından istədiyi formada istifadə edə bilmirsə, yəni ki, ibadətin də doğru düzgün və yaxud da qorxaraq eləyirsə də, Allah qorusun, yəni ki, çətindir. Ona görə əmin-amançılıq böyük nimətdir. Və sonra Peyğəmbərimiz sallallahu aleyhi ve sellem dediyi sağlamlıq. İnsanın sağlam olması, afiyət olması. Yəni sağlamlıq da Sağlam olanda insan əzqada həm ruzu qalınca gedə bilir, həm ibadətlərini canla başla rahatçılıqla eləyir.
Sağlamlıq da çox böyük nemətdir. Ona görə İbn Abbas radiyallahu anhumadan soruşulanda zəmzəm suyunu içəndə dua etməsi barəsində deyir, mən hər dəfə zəmzəm suyunu içəndə Allahdan iki şey istəyərdim daimi. Afiyət, sağlamlıq və faydalı elm. Sağlamlıq, yəni afiyət, salamatçılıq və faydalı elm. Əziz qardaşlar, sağlamlığın varsa da həm faydalı elm dalına düşməyin asanlaşır, həmçinin də ailən üçün, dolanışın üçün insan asanlaşır. Və həmçinin də faydalı elm, sonraki deməsi ki, faydalı elm. İnsan faydalı elm əldə edəndən sonra sağlamlığını da həm qədrini bilir, həmçinin də sağlamlığından doğru düzgün istifadə edir. Və o sağlamlıq nemətinin qədrini də bilir. Bilir ki, Allah Teala ona bunu əmanət olaraq verir. Boş-boşuna deyil bu nemət. Və faydalı elmlə də insan, əziz qardaşlar, həm dünyasını, həm axirətini doğru düzgün təmin edir, yaşayır, həyatını yaşayır. Deməli, 71-ci hədisdə müəllif deyir ki, Muhammed ibn Sirin rahiməhullah bir dəfə biz Əbu Hüreyrə radiyallahu anhu ilə bir yerdə idik. Muhammed ibn Sirin rahiməhullah böyük tabinlərdən də Əbu Hüreyrə radiyallahu anhunun tələbələrindəndir. Deyir ki, Əbu Hüreyrə ilə bir yerdə idik. Onun əynində qırmızı rəngdə boyanmış kətan parçadan iki paltar var idi. O bu parçalardan biri ilə burnunu silib dedi, bəh, Əbu Hüreyrə burnunu kətan parçaya silir. Yadımdadır ki, mən Allah Resulü sallallahu aleyhi ve sellemin minbəri ilə Ayşə radiyallahu anhanın hücrəsi arasında bayılıb yerə yıxılardım. Həmin vaxt oradan gəlib keçən adam əyağımı mənim boynumun üstünə qoyar və mənim dəli olduğumu güman edərdi. Halbuki mən dəli deyildim, məni taqətdən salan ancaq azlıq idi, deyir. Yəni ki, vaxt Peyğəmbər sallallahu aleyhi ve sellemin evinin yanında gəlib durardı ki, Allah Resulü sallallahu aleyhi ve sellem evindən çölə çıxanda öyrənsin, yəni elmi oradan başlasın elə birinci. Allah Resulü sallallahu aleyhi ve sellemin hərəkəti, davranışı, dediyi sözlər, əməlləri, elmi olan hərisliyi. Aclıqla olsa da belə, əziz qardaşlar, yəni buna tab gətirərdi, amma deyərdi ki, elm öyrənim. Yəni, elm tələbəsinin halı belədir. Elm tələbəsi, əziz qardaşlar, baxın, ona görə Əbu Hüreyrə radiyallahu anhu hədis rəvayət sayına görə birinci yerdədir. Ən birinci yerdədir Əbu Hüreyrə radiyallahu anhu hədislərin rəvayət etmə sayına görə birinci yerdə durur sahabə. Digərləri ondan sonradır. Bu da Allah Teala onun, yəni ki, bu etdiyi qısa. Peyğəmbər sallallahu aleyhi ve sellem 3 il Allah Resulü sallallahu aleyhi ve sellemlə bir yerdə olur. Amma baxın, əziz qardaşlar, baxın ki, 3 il ərzində Allah Teala ona bərəkət verdi. O, yəni ki, baxmadı acılığa, susuzluğa, yəni ki, bu dünyanın o çətinli, sıxıntı olan yaşayış durumuna, amma elmi tərk etmədi. Görün nə deyir? Deyir ki, yəni cəmaət gəl bunun üstündən belə keçələ bilərdilər, dəlidir, amma deyir, mən dəli deyirdim. Yəni, acılıqdan o vəziyyətdə olardı insan. Acılıqdan. Necə ki, başqa rəvayətlərdə gəlir ki, gündə bir xurma ilə, yəni səhərdən axşama kimi bir xurma ilə keçinərdi, yaşayardı. Yəni, biz, əziz qardaşlar, çox böyük nemət içindəyik. Və deyir ki, burada Ravda, yəni bağça adlanır. Burada bağça barədə Peyğəmbərimiz sallallahu aleyhi ve sellem deyir ki, mənə burada deyir ki, Əbu Hüreyrə radiyallahu anhu, Əbu Hüreyrə burnunu kətan parçaya silir. Yadımdadır, mən Allah Resulü sallallahu aleyhi ve sellem minbəri ilə Ayşənin hücrəsi arasında bayılıb yerə yıxılardım, deyir. Minbərlə, Peyğəmbər sallallahu aleyhi ve sellem hədis var axı. Hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, cənnət bağlarından biri mənim evimlə minbərim arasında yerləşir. Peyğəmbər sallallahu aleyhi ve sellemin evi ilə minbərin arası, necə ki deyir, cənnət bağçalarından və yaxud da cənnət bağlarından bir bağdır. Yəni, dünyada yeganə yerdir ki, cənnət bağından olan məkan olaraq Peyğəmbərimiz sallallahu aleyhi ve sellemin evi ilə minbər arasındadır. Hətta bu dəqiqə məsciddə belə oranın xalçasını, məscidin digər yerinin xalçasından fərqli formada qoyulubdur ki, bilinsin deyə. Yəni, indi həccə, ümrəyə gedənləri də ora aparırlar. Yəni, orada etmək xüsusi bir şey gəlməyibdir. Yəni, xüsusi deyim ki, gedim orada namaz qılım, xüsusi gedim orada dua eləyim, belə bir şey yoxdur. Amma insan gedəndə ora namaz qılma eyb etməz. Yəni, məscidin hər hansı yerində namaz qılırsa, eynidir. Və yaxud da, məsələn, əvvəl birinci cərgə oradan qabaqda idi. Yəni, sənin birinci cərgədə gedib o qabaqda, birinci safda namazın qılmağın, orada namaz qılmağından daha üstündür. Daha üstündür. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem çoxlu hədislər var ki, birinci cərgədə namaz qılmağa Peyğəmbərimiz sallallahu aleyhi ve sellem həvəsləndirib. Buyurur ki, birinci dərəcədə namaz qılmağa, hətta iməhliyərək olsa da belə, hətta sürünərək olsa da birinci dərəcəyə gəlib çatmağı
bizə bildirmişdi. Yəni birinci dərəcədə namaz qılmaq ravdadan, yəni o minbərlə evin arasında namaz qılmaqdan daha üstündür. Sadəcə o Peyğəmbər sallallahu əleyhi və səlləm oranı bildirmişdi ki, o hissə cənnət bağlarından bir bağdır. Evi ilə minbəri arasında olan yer. Öyle biz nə dəyiz qardaşlar? Sahabələrin yaşayışı. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm ilk dönəmlərdə, xüsusən də ilk dönəmlərdə çox aclıq olubdu və hətta Mədinədə məsciddə Suffa əhli var idi. Məscidin bir hissəsində, arxa bir hissəsində o elə bir ki, kasıb sahabələr, kimsəsiz kasıb, yəni qohumu olmayan, heç kimi olmayan orada qalardılar. Orada bir müddət olubdu. Yəni ömrü boyu orada yəni qalma olmayacaq. Bir müddət olubdu. Yəni ki, orada qalıb, yəni orada yerdilər, orada da qalardılar, yatardılar. Yəni çox aclıq, çətinlik dövründə. Yəni Əbu Hüreyrə radiyallahu anhu da o Suffa, yəni ki, əhlindən olubdu, məsciddə qalıb, yatıb yeyən qalan sahabələrdən olubdu. 72-ci rivayətdə qardaşlar, Malik ibn Dinar deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem nadir hallar istisna olmaqla çörəkdən və ətdən doyunca yeməmişdir. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem qardaşlar, doyunca yemək yeməsi gəlməyibdir. Burada indi deməli deyir ki, keçmişdə çətin günləri hazırki xoş güzəranla müqayisə etmək, Allahın bəxş etdiyi nemətlərə şükür etmək üçün ən gözəl vasitələrdən biridir. Müəllifin Əbu Hüreyrənin deməli, bu əvvəlki hədisin şərhə deyir, müəllifin Əbu Hüreyrənin dolanışı ilə bağlı bu hədisi bu fəsildə varid etməsi Peyğəmbərin sallallahu aleyhi ve sellem dolanışının da çətin olduğunu bəyan etməkdir. Çünki əgər Peyğəmbərin sallallahu aleyhi ve sellem yemək içməyi bol olsaydı, Əbu Hüreyrənin də və digərlərində acılıqdan əziyyət çəkməsi yol verməzdi. Peyğəmbərimizin sallallahu aleyhi ve sellem ancaq gündəlik yeməyi olardı. Buxari rivayet etdiyi hədisdə Əbu Hüreyrə radiyallahu anh deyir ki, özündən başqa məbud olmayan Allaha and olsun ki, mən bəzən acılıqdan qarnımı yerə dayayardım, bəzən də acılığı hiss etməyim deyə qarnıma daş bağlayardım. Bir gün mən müsəlmanların gedib gəldiyi yolun üstündə oturdum. Bu vaxt Əbul Qasim, yəni Muhammed sallallahu aleyhi ve sellem gəlib oradan keçdi və məni gördükdə gülümsədi. Ürəyimdən nələr keçdiyini üzümdən oxudu və dedi: Ey Əbu Hir, Əbu Hüreyrə yəni pişik demək. Hir elə bir ki, pişik deməkdir yəni. Hə. Ey pişiyin atası, yəni ləqəbdir də bu. Ləqəb kimi, kuniyyədir. Ey Əbu Hir, dedim əmrinə müntəzirəm, ey Allah Rasulü. Rasulullah sallallahu aleyhi ve sellem dedi ki, gəl dalımca. Deyib getdi. Mən də qalxıb onun dalınca getdim. O gedib evə daxil oldu. Mən içəri girmək üçün izin istədim və mənə izin verildi. Peyğəmbər sallallahu aleyhi ve sellem evdə bir cəm süd, bir qap süd gördü və bu süd hardandır deyə soruşdu. Ona filan kəs hədiyyə edibdir dedilər. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurdu ki, ey Əbu Hir, dedim əmrə müntəzirəm, ey Allah Rasulü. Dedi ki, Suffa əhlini yanına get və onları mənim yanıma çağır. Bir qab, bir cəm süddür və görür və soruşur kim gətiribdir və deyir ki, bunu görəndən sonra deyir ki, Suffa əhlinə cəmaatı orada qalanları onları çağır bura. Əbu Hüreyrə deyir ki, Suffa əhli İslam dininin qonaqları idi və onların Mədinədə nə ailəsi, nə mal dövləti, nə də yaxın bir adamı var idi. Peyğəmbərə sallallahu aleyhi ve sellemə sədəqə gətirildikdə bunu onlara göndərər və ondan özünə heç bir şey götürməzdi. Ona hədiyyə verildikdə isə ondan bir qədər özünə götürər, qalanını isə onlara göndərərdi. Onları da yeməyə şərik edərdi. Yəni o gətirilən o hədiyyədən, sədəqədən Peyğəmbərimiz sallallahu aleyhi ve sellem götürməzdi. Hamısını ona verirdi. Hədiyyə gələndə isə az bir qismini götürərdi və yerində qalanda onlara verərdi. Elə bir ki, o gələn o hədiyyədən onları da onlara şərik edərdi. Peyğəmbərin sallallahu aleyhi ve sellem onları evə dəvət etməsi məni yəni narahat elədi. Və mən öz-özümə dedim ki, Suffa əhli üçün bu bir cəm süd nədir ki, həm də bu süddən içib güc toplamağa mən daha çox layiqəm. Deyir ki, əgər onlar gəlsələr, Peyğəmbər sallallahu aleyhi ve sellem mənə südü əvvəlcə onlara verməyi əmr edəcək. Yəni mənə əmr edəcək ki, o birinci südü onlara verin. Belə olduğu təqdirdə isə çətin ki, mənə bu süddən nəsə qalsın. Lakin Allaha və Rasuluna itaat etməkdən başqa çarəm qalmadığından gedib onları çağırdım. Allah Resulü deyib ki, çağır, yəni ki, itaat eləmədi də, getib çağırdım. Onlar gəlib içəri girmək üçün izin istədilər və onlara izin verildi. Baxın, gör, subhanallah, Əbu Hüreyrə radiyallahu anh, yəni həm izindən, həm də ki, hədisi, yəni gör dəqiqliklə danışmasından bax ki, gör necə xırdaçılıqla, dəqiqliklə
Yəni ki, o hadisəni danışır. Deyir ki, onlar içəri daxil olub yerbəyer olduqdan sonra Peyğəmbər sallallahu əleyhi və səlləm dedi: "Ey Əbahir, dedim əmrinə müntəzirəm ey Allah Rəsulu." Dedi: "Götür bu südü onlara ver." Mən camı götürüb onlara bir verməyə başladım. Onlardan biri, hər biri camı götürüb doyunca süd içdikdən sonra onu mənə qaytarır. Mən də onu alıb növbəti adama uzadırdım. Nəhayət oradakılardan hamısı bu süddən içib qoyandan sonra mən camı götürüb Peyğəmbər sallallahu əleyhi və səlləmə uzatdım. Peyğəmbər sallallahu əleyhi və səlləm camı götürüb əlinin içinə qoydu. Sonra mənə baxıb gülümsədi və dedi: "Ey Əbahir," dedim, "əmrinə müntəzirəm ey Allah Rəsulu." Dedi, Peyğəmbər sallallahu əleyhi və səlləm dedi ki, "Mən bir də sən qaldın." Peyğəmbər sallallahu əleyhi və səlləm dedi, "Mən bir də sən qalıbsan." Dedim, "Elə də ey Allah Rəsulu." Dedi ki, "Otur iç." Mən oturub süddən içdim. Bir daha iç dedi və yenə də süddən içdim. Peyğəmbər sallallahu əleyhi və səlləm bunu o vaxta qədər təkrar etdi ki, axırda mən dedim, "Yox, səni haqq ilə göndərən Allaha and olsun ki, içməyə yerim yoxdur." Dedi. "Elə isə onu mənə ver." Mən camı verdim və o Allaha həmd edib Bismillah dedikdən sonra süddən artıq qalanını içdi. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləmin bərəkəti və yəni ki, bəzən belə əziz qardaşlar, çətin aclıq dönəmi olub da, yəni ki. Yəni bu da Allah Rəsulü sallallahu əleyhi və səlləm bərəkətinə dəlalət edir. Deməli deyir ki, əziz qardaşlar, o ikinci hədisin rivayət izahında deyir ki, Ənəs ibn Məlik radiyallahu anh deyir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm Rəbbinə qovuşana da nə bir yumşaq çörək, nə də bütöv qızardılmış bir quzu yemişdir. Başqa bir rivayətdə isə Ayşə radiyallahu anh deyir ki, Muhammedin sallallahu əleyhi və səlləmin ailəsi Mədinəyə gəldiyi gündən onun vəfat etdiyi günədək heç vaxt 3 gün dalbadal buğda çörəyindən doyunca yeməmişdir. Baxın əziz qardaşlar, indi biz neçə qızardılmış yeməklər, belə cürbəcür yeməklər yedik, amma baxın Peyğəmbər sallallahu əleyhi və səlləmin zövcəsi, həyat yoldaşı deyir ki, 3 gün dalbadal buğda çörəyindən doyunca yeməmişdir deyir. Yəni onların elə yəni ki, vəziyyəti yəni belə idi. Amma baxın qəlblərində olan imana, sahabələrin qəlblərində olan imana və zövcəsinin belə yəni ki, olduğu o çətin duruma belə şikayət etməməsi. Hətta başqa bir rivayətdə Ayşə radiyallahu anh deyir ki, Peyğəmbər sallallahu əleyhi və səlləmin evində elə oldu ki, 3, 4 və hətta bəzi rivayətlə 6 ay gəlibdir ki, evində od yanmayır. Yəni yemək pişməyir də, yəni od nə üçün yemək pişirmək üçündür. Yəni xurmayla, yəni belə şeylərlə keçiniblər, həyatlarını yaşayıblar. Nadir hal sözü yeməyə uzanan əllərin çox olması kimi izah edilmişdir hədisdə gələn. Bu da deməkdir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm yalnız qonaqlıqlarda doyunca yeyərdi. Niyə? Deyə burada doyunca yeyərdi deyildikdə qarnını yeməklə doldurmaq qəsd edilmir. Ancaq onun 1/3 qədər yemək nəzərdə tutulur. Bu hədisdən belə nəticə çıxır ki, cəmaatla bir yerdə yeməyin bərəkəti çox olur. Ona görə. Bu xüsusda Peyğəmbər sallallahu əleyhi və səlləm belə buyurur ki, 2 nəfərin yeməyi, 3 nəfərin yeməyi də 4 nəfərə bəs eləyir. Bəzən görür gətir yemək qoyulur, deyir ki, bu azdır, kimə çatacaqdır. Necə ki, əvvəlki hədisin izahında ki, Əbu Hüreyrə radiyallahu anh bir qap südü görür və deyir ki, o cəmaatı da çağır. Onlar da gələndən sonra yəni ona heç bir şey qalmayacağı düşünür, amma yəni həm Allah Rəsulü sallallahu əleyhi və səlləm bərəkəti, həmçində Peyğəmbər sallallahu əleyhi və səlləm bildiribdir ki, yəni 2 nəfərin yeməyi bir yerdə oturub yeyərlərsə, bu hədisin mənalarından da birisi odur ki, əziz qardaşlar, yəni 2 nəfər üçün ayrı-ayrılıqda qabda qoyulub yemək yeyilir. O yeməklər ki, bir yerə qoyulsa, bir nəfər də gəlsə o 2 nəfərin yeməyini 3 nəfərə yemək olur. Yəni cəmaatla yemək yeməkdə nədir? Bərəkət var əziz qardaşlar. Bir qabdan da, bəli, bir qabdan yeməkdir. Yəni 3 nəfərdirlərsə ayrı-ayrı yeməkdənsə, o yeməyi bir qaba, biraz iri qaba qoyub ortaya qoysalar, bir nəfər də gəlib 4 nəfər olsalar, yəni ki, Allahın adını çəkib başlayıb yeyərlərsə, o 3 nəfərin yeməyi bir yerdə yediklərinə görə, bir qabdan yediklərinə görə 4 nəfərə yetər. Amma ayrı-ayrılıqda isə bu yetməz. Elə 3 nəfərin yeməyi 3 nəfərədir, 4 nəfərin yeməyi də 4 nəfərədir. Amma bir yerə qoyub bir yerdən yesələr, yəni ki, o bir yerdə yediklərinə görə, cəmaat olmağa görə nədir? Bərəkət var. 10-cu fəsildə müəllif deyir ki, Bəbu mə cə fi xuffi Rasulillahi sallallahu aleyhi ve sellem. Allah Rasulü sallallahu aleyhi ve sellemin xufları barədə varid olanlar. Məsdən söhbət gedir ayaqlara. Deyir ki, burada yəni dəridən və başqa yumuşaq materialdan tikilən yüngül ayaqqabıdır. Yəni ayağa geyinilən o vaxtları onun üzərinə məhz çəkilərdir. Bu barədə varid olan. Bəzi qardaşlar, ümumiyyətlə, yəni ki, ayağa məhz çəkilən materialından asılı olmayaraq, şəffaf olmadan, yəni ayaq görünmədən, biraz qalın olan, şərt deyil ki, çox qalın olsun, amma ayaq görünməyəcək formadadsa da
nazik olsa da, yəni istəyir pambıq olsun, kətan olsun, yun olsun, dəridən olsun, yəni ki, və digər yəni ki, icazəli olan, yəni ipək olmaz da, yəni icazəli olan materialdan olsun, insan onu ayağında olarkən dəstəmazlı geyinirsə də, sonra növbəti dəfə dəstəmaz alanda üzərinə məs çəkməsi icazəlidir. Heç bir problem yoxdur. Bu Peyğəmbər sallallahu əleyhi və səlləmin öz əməlindən çoxlu hədislər var idi. O, hətta Həsən el-Basri rahimehullah buyurur ki, 70 dənə sahabədən mən bu barədə rivayət bilirəm. 70 sahabədən. Corab barəsində isə, xüsusən də corab barəsində, Həsən el-Basri rahimehullahın dediyi xuflar barəsində ümuməndir. İstəyir xuf olsun, dəridən olan olsun, istəyir dərisi olsun. Ümumən 70 dənə sahabənidir. Amma corab barəsində məhz elə Peyğəmbər sallallahu əleyhi və səlləmin yəni özündən başqa corab barəsində 13-dən çox sahabədən varid olubdur. Onlardan biri Əli radiyallahu anhun özü, Ömər radiyallahu anh, Rəşidi xəlifələrdən ikisinin ayağında corab olarkən, yəni dəridən başqa materialdan olan geyimin üzərinə məs çəkməsi səhih əsərlərdə varid olmuşdur. Amma Peyğəmbər sallallahu əleyhi və səlləm özünün corabın üzərinə məs çəkməsi məsələsi, hansı ki, Muğira ibn Şöbə radiyallahu anhun hədisidir Tirmizinin Sünən kitabında. Məsələ, hədis ixtilaflıdır. Bir qismi alimlər onu hədisə zəif, bir qismi isə səhih demişlər. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm məhz özünün corabın üzərinə məs çəkməsi məsələsi, yəni məsələ ixtilaflıdır. Amma inşallah ki, səhih görüşə görə hədis səhihdir. Səhihdir. Amma sahabələrdən varid olanlar isə səhih əsərlərdir. Hamısı sahabələrin əməli olaraq. Biz də bilirik ki, sahabələrin əməli də Peyğəmbər sallallahu əleyhi və səlləmə baxıb, onlar Peyğəmbər sallallahu əleyhi və səlləmi görüb, yaşayıb, özdəki elə bir əməli, yəni ki, mümkün deyil ki, yəni ki, xüsusən də dəstəmaz kimi əməli, yəni ki, onlar götürüb, yəni belə laqeyd yanaşsın və yaxud ki, özlərinə nəsə ictihad eləsin, belə bir şeydə ictihad yoxdur. Yəni dəstəmazalı ibadət edirlər. Yəni bu xırda bir əməl də deyil, özdə gündəlik yerinə yetirilən əməldir bir neçə dəfə. Yəni belə bir şeyin sahabələrin özünün öz başından etməsi mümkün deyil. 73-cü rivayətdə əziz qardaşlar, bu fəsilə aid olan 10-cu fəsilə müəllif deyir ki, Bureydə radiyallahu anhu rivayət edir ki, Nəcaşi Peyğəmbəri sallallahu əleyhi və səlləmə qara rəngli bir cüt sadə xoflar hədiyyə göndərdi. Peyğəmbər sallallahu əleyhi və səlləm də onlara dərhal ayağına geyindi, dəstəmaz pozulduqdan sonra dəstəmaz aldı və onların üzərinə, yəni o dəridən olan məslərin və yaxud da ki, o corabların üzərinə məs çəkdi. Deməli, əziz qardaşlar, bu Nəcaşi Həbəşistan kralının ləqəbidir. Yəni, onun adı belə olmayıbdır. Yəni, onun Nəcaşinin adı Nəcaşi ləqəbdir. İndi bir neçə dənə ləqəbləri oxuyacağım. Yəni ki, o köhnə dönəmdə olan krallara, hökmdarlara verilən, belə deyək ki, ad, status ad kimi, elə bir ki, Həbəşistan kralının ləqəbi idi. Deyir, necə ki, Fars hökmdarlarına Xosrov, Rum hökmdarlarına Qeysər, Şam hökmdarlarına Herakl, Misir hökmdarlarına Firon. Firon nədir? O elə bil ki, o ləqəb idi də, o hansı ki, gəlib o kral olurdu, padşah olurdu, o elə Firon kimi. Yəmən hökmdarlarına Tubbə, Yunan hökmdarlarına Batlimuz, Türk hökmdarlarına Xaqan, İskəndəriyə hökmdarlarına Muqavqis deyilərdi. Bütün bunlar cahiliyyə dövrünün ləqəbləridir. Yəni, əvvəlki dövrdə olan ləqəblərdir. Nəcaşinin adı Əshəmədir. Əshəmə. Yəni, onun özünün adı Əshəm olubdur. Yəni ki, hansı ki, Peyğəmbər sallallahu əleyhi və səlləmin dönəmində yaşayıb, İslamı qəbul eləyən, indi biz hamımızın bildiyimiz, Nəcaşi kimi adı bildiyimiz, əslində onun o ləqəbi olubdur. Onun öz adı Əshəmə olubdur. Peyğəmbər sallallahu əleyhi və səlləm Hicratın 6-cı ilində Amr ibn Umeyyə Damrini onun yanına göndərmişdi və onu müsəlman olmağa çağırmış. O da İslam dinini qəbul etmişdir. İslam Peyğəmbər sallallahu əleyhi və səlləm o zamanda neçə belə hökmdarlara, krallara məktub yazıb göndərib İslama dəvət eləmişdi. Yəni bir çoxsu imtina eləmiş, hətta Peyğəmbər sallallahu əleyhi və səlləm məktubunu cırıb atan belə olmuşdu, amma Nəcaşi bildiyimiz o, yəni ki, Həbəşistanın indiki Efiopiya deyək də, oranın kralı, hansı adı ki, öz adı Əshəmə, o Peyğəmbər sallallahu əleyhi və səlləmin dəvətini qəbul edib İslama girib müsəlman olmuşdu. Nəhayət Hicrətin 9-cu ilində vəfat etmiş və Peyğəmbər sallallahu əleyhi və səlləm ona cənazə namazı qılmışdı. Qiyabı olaraq da orada dünyasını dəyişir, Həbəşistanda dünyasını dəyişir. Peyğəmbər sallallahu əleyhi və səlləm də bu xəbər gəlib çatandan sonra Peyğəmbər sallallahu əleyhi və səlləm sahabələri ilə bir yerdə qalxırlar, ona nədir, qiyabı formada, yəni çünki müsəlman kimi dünyasını dəyişir və
ya bu formada cənazə namazı qılırlar. Müsəlman kimi ölür. Yəni ki, Əbəstanın kralı Nəcaşi ləqəbli olan, yəni Əshəmə adında kral. Yerində qalan onlar başqa Herakl olsa başqalarına Peyğəmbər sallallahu əleyhi və səlləm göndərir, heç biri İslamı qəbul eləmir, kafir kimi dünyasını dəyişmişdi. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləmə o dəridən əziz qardaşlar, qara rəngli olan bir cüt, yəni ki, məhs göndərir, xoflar göndərir. Peyğəmbər sallallahu əleyhi və səlləm də dəstəmazı pozulur. Yəni onu geyinir, dəstəmazı pozulandan sonra məhs çəkir. 74-cü rivayətdə Muğirə ibn Şübə radiyallahu anhu deyir ki, Peyğəmbər sallallahu əleyhi və səlləmə bir cüt məhs, yəni dəri corab göndərdi və o bu məhsləri ayağına geyindi. Və yəni ki, Peyğəmbər sallallahu əleyhi və səlləmə hədiyyə göndərib, Dihyə adında sahabə, Dihyə əl-Kəlbi radiyallahu anhu, hansı ki, Cəbrail əleyhissalam Peyğəmbər sallallahu əleyhi və səlləmin yanına gələndə 2 dəfə ilə formada gəlibdi. O sahabənin o cildində, o surətində Peyğəmbər sallallahu əleyhi və səlləmin yanına gəlmişdi. O Peyğəmbər sallallahu əleyhi və səlləmə bir gün dəridən ayaq geyimi göndərir və Peyğəmbər sallallahu əleyhi və səlləm onu qəbul eləyir və ayağına geyinir. Yəni ki, bu da Peyğəmbər sallallahu əleyhi və səlləmin o dəridən olan ayağına geyimi barəsindədir. Yəni bu dəstəmaz söhbət burada, yəni ki, ayağına geyim barəsində. O dəstəmaz mövzusu isə tamam başqa mövzudur ki, yəni ki, bunun üzərində məsələ. Sadəcə ondan qısa biraz əlavə bir fayda kimi dedim ki, nəinki dəridən olan, digər materiallardan da olanların üzərinə, ayaq geyiminin üzərinə məhs çəkmək icazəlidir və Peyğəmbərimiz sallallahu əleyhi və səlləmdən özündən, yəni hədisin öz ixtilaflı olsa da dedi ki, səhih olan odur ki, səhihdir və sahabələrdən də bu barədə 13-dən çox sahabədən varid olubdur. Bu Abu Davudun Sünən kitabında, həmçinin də Munzirinin kitabında, yəni bu barədə əsərlər var ki, sahabələr dəridən başqa ayağına geyinən geyimin, hətta Əli radiyallahu anhudan varid olan odur ki, yundan Kufədə məscidin çölündə, qapısının qabağında dəstəmaz alır və orada əyilir, ayağında yundan olan corabların üzərinə məhs çəkir. Sonra girib məscidə namazı qılar. Belə bundan kifayətlə Allah Taala'dan istəyirəm, Allah Taala bizi eşidib faydalanırdan etsin. Allah Taala'dan istəyirəm, Allah Taala bizi öz dinində fəqihlərdən, dərin bilgi sahiblərindən etsin. Allah Taala'dan istəyirəm ki, Allah Taala bizim bütün günahlarımızı bağışlasın, bizi əfv etsin. Allah Taala'dan istəyirəm ki, Allah Taala bizi daima harada olursa olaq qorusun, hifz etsin. Allah Taala'dan istəyirəm ki, Allah Taala bizi burada yığıb cəm etdiyi kimi uca cənnətdə sevimli Peyğəmbər Muhammed sallallahu əleyhi və səlləm yanında bizi yığsın, cəm eləsin, toplasın. Daha doğrusunu Allah bilir və sallallahu əleyhi və nəbiyyinə Muhammedin və alə alihi və ashabihi əcmaîn. Subhanakallahumma və bihamdik, əşhədu en la ilahe illa ente, estağfiruke və etûbu ileyk.